Sabah martın 18-də Qədir gecəsi münasibətilə Bakının ən böyük məscidlərindən biri olan Heydər məscidində xüsusi ibadət proqramı təşkil olunacaq. Tədbir saat 23:30-dan etibarən başlayacaq. Mərasimdə Qurani-Kərim tilavəti, dualar, moizələr və xüsusi ibadətlər yer alacaq. Möminlər üçün bu mübarək gecənin fəzilətləri barədə çıxışlar ediləcək və birgə ibadətlər icra olunacaq. Qeyd edək ki, Qədir gecəsi İslam dünyasında ən müqəddəs gecələrdən biri hesab olunur və Ramazan ayının son 10 günlüyündə qeyd edilir. İbadət əhlinin Heydər məscidinə axını gözlənilir. Allah tutduğunuz orucları və dualarınızı qəbul etsin.